Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. WhatsApp söhbətlərdə emojilər, stikerlər, qiflər və animasiyaları söndürməyə imkan verəcək funksiya üzərində işləyir. Xəbər verilir ki, WhatsApp bununla bağlı seçimlər də təklif edib. Yeniliyə əsasən istifadəçilər emojilər, stikerlər, qiflar və animasiyaların hamısını və ya bunlardan bəzilərini söndürə bilər. Bildirilir ki, emojiləri söndürdükdə tətbiqə gələn emoji animasiyaları söndürülür. Emojiləri tamamilə söndürülmür. Onlar hərəkətsiz görünəcəklər. Eyni vəziyyət stikerlərə də aiddir. Qiflər söndürüldükdə onlar hərəkətsiz qalacaqlar. Qiflərin üzərində klikləməyincə hərəkətsiz qalacaqlar. Yenilik WhatsApp'ın beta versiyasında istifadəyə verilib.